12 gün davam edən İsrail-İran savaşı hələlik dayanıb. Analitiklər belə şərh eləyir. Münaqişə fonunda isə hər iki tərəf böyük uğur qazandığını bildirir. Təl-Əvivə görə Tehran artıq ciddi problem deyil. İran isə əməliyyatların nüvə obyektlərinə ciddi ziyan vurmadığını qeyd edir. Bütün bu açıqlamaların fonunda maraqlıdır. Ümumilikdə İrana zərbələrdə Birləşmiş Ştatlar və İsrail nə əldə elədi? İran bundan sonra nüvə tədqiqatlarına davam edə biləcəkmi? Tehrana dəymiş zərər təqribi nə qədərdir? İranın bundan sonraki addımları nələr olacaq? Əməkdaşlarımız araşdırıb. İsrail İrana qarşı müharibədə tarixi qələbə qazandı. İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə Təl-Əviv Tehranın nüvə layihəsini dondurub və əgər kimsə bu layihəni canlandırmaq istəsə, belə bir cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət ediləcək. Paralel olaraq isə Birləşmiş Ştatlar kəşfiyyatı məlumat yayaraq qeyd edib ki, İrana hərbi zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini məhv eləməyib. Savaş Tehranın nüvə bombası əldə eləmək imkanını yalnız bir neçə ay gecikdirib. İran tərəfi də açıqlama verərək nüvə proqramını inkişaf elətdirməyə davam eləyəcəklərini, hücumların qarşısını böyük ölçüdə aldıqlarını bildirib. Bütün bunlarsa 12 günlük savaşın təkcə İsrail yox, elə İran tərəfindən də arzu edilən olduğuna, hər iki tərəfin özünə məxsus formada qalib çıxmasına dair iddiaların yaranmasına səbəb oldu. Belə ki, rəsmi Tehran bildirib ki, hücumlardan qabaq nüvə prosesində lazımlı olan komponentlər bölgədən çıxarılıb, gizlədilib. Bunu eləyə bilən İranın böyük komandir və nüvə alimlərini qoruya bilməməsi isə ağıllarda bir neçə sualın yaranmasına səbəb olub. Amma Tasnim agentliyinin son yaydığı məlumatda İsrailin hücumları zamanı öldüyü xəbəri yayılan Sepah Quds qüvvələrinin komandanı general İsmail Qani'nin sağ olduğunu bildirməsi və görüntülər paylaşması bir növ Tehranın planını ortaya çıxarmış oldu. Görünür, İranın əsas məqsədi illərdə ölkə daxilində fəaliyyət göstərən casus şəbəkəsini, ölkənin zəif nöqtələrini aşkar eləməkdir. Hətta İranın 12 günlük müharibədə İsrailin 700 casus və muzlusunu həbs eləməsi, Tehranda 10 minə yaxın İsrail puasının tapılması, eləcə də ölkə daxilində kiber məkanın təhlükəsizlik komitəsi adlı yeni qurumun yaradılması ilə bağlı qərar da bunu bir daha sübut eləyir. İrana zərbələrdən sonra Trump bildirdi ki, İran nüvə obyektləri tamamilə dağıdılıb və İran bundan sonra heç bir halda nüvə silahı əldə edə bilməz. Amma İsrail prezidenti Herzog Trumpı təşkil edərək bildirdi ki, İranın nüvə obyektləri tamamilə dağıdılmayıb. Sadəcə olaraq İranın nüvə silahı əldə etmə prosesi müəyyən qədər gecikdirilib. Verilən rəsmi açıqlamalar onu deməyə əsas verir ki, bundan sonra İranla bağlı qeyri-müəyyənləşmə davam edir və istənilən halda risklər var, atəşkəs qalıcı deyil. Bunlar isə təbii ki, bölgə üçün ciddi risklər təşkil edir. Paralel olaraq İsrail də həm İrana qarşı öz gücünü göstərdi, həm də Tehrana hərbi və maliyyə cəhətdən ciddi zərbə vurdu. İran nüvə inkişaf proqramının olduğu kimi davam elətdiriləcəyini bildirsə də, bir çox alimin ölümü və təchizat zəncirindəki problemlər bunun asan olmayacağını göstərdi. Bundan əlavə Təl-Əviv və Vaşinqton sahib olduqları hərbi gücü fərqini ortaya qoydu ki, bundan da müttəfiqlər İran ərazisində istədikləri vaxt əməliyyat keçirə, eləcə də hava məkanına tamamilə nəzarət eləyə bilər. Eyni şəkildə Tehranın sahib olduğu hərbi infrastruktur, havadan müdafiə sistemləri böyük ölçüdə yararsız hala düşdü. Paralel olaraq isə İranın atdığı balistik raketlər fonunda İsrailə qarşı tədbirlər üçün təcrübə qazandı. ABŞ-ın və İsrailin birgə əməliyyatları nəticəsində İrana milyardlarla ziyan vuruldu. Ölənlərin sayı İranın tərəfindən etiraf etdiyinə görə 606 nəfərdir. Minlərlə insan yaralanıb. İranın əsas hərbi obyektləri darmadağın edilib. Yəni, bunun hesablamaları hələ uzun çəkəcək. Və yaxın zamanda İranın nüvə silahı əldə etməsi bir xülyadır. Burada əsas nüvə proqramı deyildi. Burada əsas İranın iradəsini qırmaq idi və İsrail və Amerika Birləşmiş Ştatları bunu edə bildilər. Yəni, təsəvvür edin ki, İsrail Suriyanın İraqın üzərindən uçaraq gəlir Tehranın mərkəzinə qədər, Tehrandan hətta şərqdə yerləşən bölgələri asanlıqla bombalayır və geri qayıdır. Bu deməkdir ki, artıq İsrail üçün İran kimi qorxulu bir dövlət yoxdur və istənilən an İsrail İranın strateji dərinliklərinə zərbələr endirə bilər və ilk əldə etdikləri nəticə budur.
Göründüyü kimi 12 günlük müharibə tərəflərə yeni təcrübə qazandırdı. İndiyə qədər havada uçuşan təhdidlər fonunda həm Təl-Əviv, həm də Tehran bir-birlərini potensialını daha yaxşı başa düşdü. Vaşinqton isə hər zaman olduğu kimi sadəcə kənardan cüzi müdaxilə eləyərək idarə etmə prosesinə və istəklərinə yenə də davam eləyir.